Ənvər Məmmədxanlı Qızıl Qönçələr əsəri. Əsərimizin müəllifi xalq yazıçısı, görkəmli nasir və dramaturq Ənvər Məmmədxanlıdır. Əsərin mövzusu Cənubi Azərbaycanda və bütövlükdə İranda şah rejimi dövründə xalqın zəhmətkeş və yoxsul təbəqəsinin, xüsusilə də uşaq əməyinin istismar olunması, sosial ədalətsizlik və acınacaqlı həyat şəraitidir. Əsərimiz hekayə janrında qələmə alınmışdır. Baş qəhrəmanlar qoca Firuz baba, fədakar babadır və hamballıqla bir çörək pulu qazanır. Sürəyya onun 7-8 yaşlı şikəst nəvəsidir. O, xalça sexində xalça toxuyur. Əsərin süjet xəttindən tanış olaq. Süjet xətti olduqca təsirli, lirik, dramatik bir dillə qələmə alınmışdır. Hadisələrin inkişaf ardıcıllığı aşağıdakı kimidir. Qoca Firuz gün batan çağı bazardan qayıdır. O gününü ağır yük daşımaqla, hamballıqla keçirir. Çox vaxt isə iş tapa bilmir. Ambarların yanında ac, susuz gözləyir. Son zamanlar o hər axşam bazardan çıxıb şəhər kənarındakı xalça karxanasının qabağına tələsir. Çünki nəvəsi Sürəyya həmin xalça karxanasında çalışırdı. Karxananın darvazasından azyaşlı uşaq işçilər çıxır. Onların arasında Firuzun nəvəsi Sürəyya da var. Sürəyya rütubətli, qaranlıq zirzəmidə hələ körpəlikdən bəri yaşadığı üçün onun ayaqları iflic olmuş, uşaq şikəst qalmışdı. Sürəyyanın anası hələ bələkdə ikən vəfat etmişdi. Atası isə qazanc ardınca uzaq səfərə getmiş, lakin o gündən bəri ondan bir xəbər gəlməmişdi. Qoca Firuz hər axşam şikəst nəvəsini kürəyinə alar və rütubətli zirzəmilərinə aparardı. O öz yorğunluğunu nəvəsinə bildirməməyə çalışardı. Bir gün işdən qayıdarkən onlar yolda çörək almağa dayanırlar. Babanın pulu olmadığı üçün azyaşlı Sürəyya karxanada qazandığı 2 qram pulu çörəkçiyə verir. Bu mənzərə qoca Firuza ağır mənəvi zərbə vurur. O özünü kiçik nəvəsinin əməyinə möhtac qaldığı üçün təqsirkar və daxilən əzilmiş hiss edir. Sürəyya zirzəmidə, rütubətli şəraitdə sahibkarın xalçasına göz oxşayan əbədi naxışlar, al-əlvan qızıl qönçələr toxuyur. Lakin bu gözəlliyi yaradan uşağın öz ömrü şam kimi əriyir. Yazıcı uşaqların solğun çöhrələrini vaxtsız solan qızıl qönçələrə bənzədir. O gözəl, qeyrətli, pak və mehriban qızın rütubətli zirzəmidə qızıl əlləri ilə sahibkar xalçasına əbədiyyət naxışları vuran yetim Sürəyyanın gözümüz önündə şam kimi əriyib puç olan ömrünə dərin təəssüf hissi əsərin ana xəttini təşkil edir. Obrazların xarakterik xüsusiyyətləri ilə tanış olaq. Qoca Firuz həyatın ağır sınaqlarından keçmiş, taleyin zərbələrinə sinə gəlməyə çalışan fədakar baba obrazıdır. Namuslu, zəhmətkeş insandır. Nəvəsinin rütubətli zirzəmidə işləməsinə daxilən dözə bilmir, lakin çarəsizlik onu əzir. Nəvəsinin qazandığı pulla çörək alanda keçirdiyi daxili sarsıntı onun qürurlu olmasından xəbər verir. Sürəyya əsərin əsas dramatik yükünü daşıyan uşaq obrazıdır. Erkən yaşda valideyn himayəsindən məhrum olub, fiziki cəhətdən zəif, ayaqları tutulmuş olsa da, mənəvi cəhətdən böyük, həssas və mehribandır. Babasının yorulduğunu, pulunun olmadığını hiss edir və ona dayaq olmağa çalışır. Əsl sənətkardır. Toxuduğu xalçalar heyranlıq doğurur. Uşaq işçilər. Xalça karxanasında amansızcasına istismar olunan, gəncliyi və uşaqlığı əlindən alınmış Cənubi Azərbaycanlı nəsli təmsil edirlər. Onlar sahibkarın varlanması üçün öz sağlamlıqlarını qurban verirlər. Ənvər Məmmədxanlı bu hekayəsi ilə təkcə iki insanın acınacaqlı taleyini göstərmir, həm də dövrün ciddi sosial-siyasi problemlərini tənqid atəşinə tutur. Əsas ideya burada əsərin insan əməyinin, xüsusən də uşaqların amansızcasına istismarına qarşı etirazdır.
Yazıcı oxucuda zülmə, haqsızlığa və ictimai ədalətsizliyə qarşı dərin nifrət, məzlumlara qarşı isə humanist və şəfqət dolu hisslər oyadır. Bir tərəfdə xalça sahibləri zənginləşir, digər tərəfdə isə xalça toxuyan uşaqlar acından və rütubətdən məhv olurlar. Sürəyya və onun həmyaşıtları oyun oynamaq, təhsil almaq əvəzinə karxanalarda ömürlərini çürüdürlər. Maddi yoxsulluğa baxmayaraq, baba və nəvə arasında saf məhəbbət, bir-birini qorumaq hissi onların daxili zənginliyini nümayiş etdirir. Qızıl Gönçələr adının rəmzi mənası nədir bəs? Əsərin adı bədii fəlsəfi metafordur. Qızıl Gönçələr ifadəsi iki mənada qavranılır. Birinci mənası Sürəyyanın incə barmaqları ilə xalçanın üzərinə vurduğu, toxuduğu real və cansız xalça naxışlarıdır. İkinci rəmzi mənası isə həyatın baharında hələ gönçə ikən açılmadan solan azyaşlı uşaqlar, Sürəyyanın özü. Yazıcı bununla göstərir ki, cəmiyyətin gələcəyi olan bu gönçələr rütubətli divarlar arasında məhv olurlar. Nəticədə Ənvər Məmmədxanlının Qızıl Gönçələr hekayəsi Azərbaycan ədəbiyyatında cənub mövzusunda, həmçinin sosial-humanist mövzuda yazılmış ən kəsərli əsərlərdən biridir. Müəllif oxucunu real həyat həqiqətləri ilə üz-üzə qoyaraq insanpərvərlik dərsi keçir və zəhmətkeş xalqın səsinə çevrilir. İndi isə gəlin əsərimizin mövzusu ilə bağlı bəzi açıq və qapalı tipli sualların izahına baxaq. Birinci sualda deyir ki, Qızıl Gönçələr hekayəsinin baş qəhrəmanı Firuz kişinin əsas dolanışıq mənbəyi nə idi? Xalça karxanasında nəqqaşlıq etmək, bu deyildi. Böyük anbarların birində gözətçi işləmək, bu da deyildi. Şəhər kənarında kiçik ticarətlə məşğul olmaq, bu da deyildi. Bazarda ağır yüklər daşımaq və hamballıq etmək. Bəli, doğru cavabımız B variantıdır. Balaca Sürəyyanın hər iki ayağının şikəst olmasının əsas səbəbi əsərdə necə izah olunur? Keçirdiyi ağır qəza nəticəsində xeyr, belə bir şey yox idi. Doğuşdan gələn qüsur səbəbindən, bu da deyildi. Xalça karxanasında aldığı zədədən, bu da deyildi. Yaşadıkları rütubətli və nəmzirzəminin soyuqluğundan, bəli, doğru cavabımız C variantıdır. Firuz baba yaşının ötməsinə və fiziki zəifliyinə baxmayaraq, nə üçün hər gün ağır zəhmətə qatlaşmağa məcbur olur? İşləməyi sevdiyi və evdə oturmaqdan sıxıldığı üçün, xeyr, belə deyildi. Sürəyyanı xaricdə müalicə etdirmək məqsədi ilə pul toplayırdı, bu da deyildi. Karxana sahibinə böyük miqdarda borcu olduğu üçün belə bir şey də yox idi. Evin tək qazananı idi və nəvəsinin ac qalmasını istəmirdi. Eyni zamanda zirzəmini də isitmək istəyirdi. Çünki Sürəyya gecə səhərə kimi titrəyirdi. Doğru cavabımız A variantıdır. Hekayədə xalça karxanasının qoca nəqqaşının hazırladığı Qızıl Gönçələr naxışını məhz Sürəyyaya həvalə etməsinin simvolik mənası nədir? Həmin naxışın toxunmasının çox asan olması, bu doğru deyil. Nəqqaşın Firuz baba ilə olan şəxsi düşmənçiliyi, bu da deyil, belə bir şey yox idi. Sürəyyanın karxanada ən təcrübəli işçi olması, bu da deyildi. Solğun və qüssəli Sürəyyanın həyat sevgisini və gəncliyini simvolizə etməsi, doğru cavabımız B variantıdır. Əsərdə qışın gəlişi ilə Firuz babanın evində hansı ciddi çətinliklər yaranır? Evin damı çökür və təmirsiz qalır. Belə bir şey ifadə olunmamışdı əsərimizdə. Zirzəmdə buxarı yanmır, odun tapılmır, lampaya neft çatışmırdı. Doğru cavabımız B variantıdır. Karxana bağlandığı üçün Sürəyya işsiz qalır. Belə bir şey yox idi. Şəhərdə qıtlıq düşür və un tapılmır. Belə bir hadisə də yox idi, göstərilməmişdi əsərdə. Firuz babanın həyatını itirdiyi o müthiş gündə onu evdən adi günlərdən daha tez çıxmağa vadar edən səbəb nə idi? Nəvəsi Sürəyya ilə mübahisə etməsi, bu doğru deyil. Şəhərdən bir dəfəlik köçmək istəməsi, doğru deyil. Karxana müdirinin onu təcili çağırması, bu da doğru deyil.
Böyük anbarlardan birinə yük daşınacağını eşidib, o daha çox pul qazanmaq ümidi ilə həmin gün evdən tez çıxmışdı. Çünki nəvəsi soyuqdan üşüyürdü, o çalışıb pul qazanıb bir qədər odun almaq istəyirdi. Firuz kişinin ölümünə səbəb olan hadisə harada və necə baş verir? Küçədə qar uçqununun altında qalır, doğru deyil. Xalça karxanasının darvazası önündə donaraq ölür, doğru deyil. Bazar meydanında arabanın aşması nəticəsində, bu da doğru deyil. Heydən düşmüş bədəni ağır yükə tab gətirmir və ambarda yıxılaraq vəfat edir. Bəli, doğru cavabımız elə C variantıdır. Firuz babanın ölümündən sonra yalqız və çarəsiz qalan Sürəyyanın gecə səhərə qədər harada gözləyən görürük. Yaşadıkları nəm və qaranlıq zirzəmidə, xeyr. Şəhər mərkəzindəki böyük bazar meydanında, bu da doğru deyil. Qonşuların isti evində, doğru deyil. Şiddətli soyuqda və qarda xalça karxanasının qapısında görürük onu. Açıq tipli və təhlil yönümlü suallara baxaq. Əsərdəki nəm və rütubətli zirzəmi obrazı təkcə yaşayış yerini deyil, həm də hansı sosial reallıqları rəmzi olaraq ifadə edir? Fikrinizi əsaslandırın. Deməli, bu açıq sualın cavabı bu şəkildə olmalıdır ki, zirzəmi cəmiyyətin ən aşağı təbəqəsinin sıxışdırıldığı bədbəxtlik və ədalətsizlik məkanını simvolizə edir. Sürəyyanın həm fiziki cəhətdən şikəst olması, həm də uşaq yaşda xalça karxanasında işləməyə məcbur qalması dövrün hansı qanuna uyğunsuzluqlarını ifşa edir? Uşaq əməyinin istismarı və sosial dövlət təminatının olmaması ifşa olunur. Hekayənin sonunda təbiət hadisələrinin, şiddətli soyuq, quşbaşı qarın təsviri ilə qəhrəmanların daxili sarsıntıları və taleyi arasında hansı paralellik qurulmuşdur? Təbiətin soyuqluğu, cəmiyyətin və insanların bu yazıq ailəyə qarşı göstərdiyi soyuqluq və laqeydliyin bədii inkasıdır. Daha sonra deyir ki, əgər Firuz baba o gün ambarda yıxılıb ölməsəydi, ailənin gələcək taleyi dəyişə bilərdimi? Əsərin ümumi ruhuna əsasən proqnozlaşdırın. Bu isə oxucuların öhdəsinə buraxılmış